Salam, hoş gördük değerli, əziz YouTube izləyicilərimiz. Değerli izleyicilerimiz, hoş gördük sizi. Bəli, sizlər üçün bu günləri bax, həmişə deyirdiniz, həmişə zəng edirdiniz ki, əziz qardaşım, mansar tipli heç evin yoxdur. Mansarlı ev axtarırıq, mansarlı ev axtarırıq. Hadi, sizə bir dənə mansarlı, gözəl bir dənə həyət evi çıxartmışıq. Röşen Bey, adı mansarlı olsa da sizi inandırım ki 2 mertebe gibi çok hündür, çok ışıklı İsti. bəli istilik İsti. yukarıya vurur. Çok güzel yani. Avantajlı kullanmak için yani çok güzel. Ben çok beğendim. Mən də çox bəyəndim. Həqiqətən dəyərli dostlarım, and ola Allaha, mükəmməl bir həyət evi istəyənlər, bax belə bir gözəl mansar tipli həyət evi istəyənlər mütləq nə etsinlər Aysun xanım? Sultan Ofis sayfasından girsinler, önce like etsinler. Ondan sonra ise bizim nömrələrimizle əlaqə saxlasınlar. Buyurun nömrənizi söyleyin Röşen Bey. Mənim nömrəm, Aysun xanım nömrəsi 055 570 96 40. Röşen Bey'in əlaqə nömrəsi 051 558 08 28. Bəli dəyərli dostlarım, inşallah kanalımızı da bəyənirsiniz. Abone olursunuz. Hər gün ən gözəl videolarımızdan xəbəriniz olsun. Və beləliklə də keçirəm evin təqdimatını və qiymətini sizlərə deyəm. Başlayaq çəkilişimizi axıra qədər aparaq. Təqdimatımıza. Başladıq. Ya Allah, bismillah. Değerli dostlarım, bax, evin çölündən başlayıram çəkilişimizə. Aysun xanımla bir yerdə çəkilişimizi sonlandıracağım. Axıra qədər baxmağınızı xahiş edirəm. Qiymət 55 minə. Təkrar edirəm. Təkrar birliyin anasıdır. Aysun xanımın əlaqə nömrəsi 055 570 96 40. Mənim əlaqə nömrəm 051 558 08 28. Gəlin həyətimizə. Değerli dostlarım, baxın, belə bir gözəl mansarlı, tam təmirli, qiyməti sudan ucuz. Obşet 3 sot yarımın içində mansarlı 55 min Azərbaycan manatına həyət evi satılır. Gülçə əkmək üçün burada yerimiz var. Qəşəng işıqlı həyətimiz var. Aysun xanım, verin mənə bir dənə. Təqdimatımızı istəyirəm, sən burada elə qladovkamızdan başlayasan, buradan. Tabii ki lazımsa eşyalarımızı yıkmak için değerli hanımlar. Bakın. Görün içi necə genişdir. Ayşun. Yayda balon banka bağlayır bəzi xanımlarımız. Təbii ki mənim əlimdən gəlmir. Əldamıdır da, əldamı. Kəsərəm. Hə, hər bir şeyi içinə rahat bir şəkildə. Ayşun, valla burada tükan da eləmək olar. Quran haqqı yolu açıb mağazin də eləmək olar. Mən istəyirəm manqalda siz danışasınız. Mangal mənim keyfli belə Buyurun. Olmazsa olmazımdır. Bax, dəyərli dostlar. Bir dənə həqiqətən gözəl mangal yığılıbdır. Əl işidir bu. Ev sahibinin yaxın dostu bunu yığıb hədiyyə verir. Qardaş qardaşa bunu yığıb verməz, inan ki. Bir dənə belə deyim, mən özüm həyətdə mangal yığdım. Valla baxarsınız, nə bilim, yəni vayenli mangalına oxşur, amma bu mangal əsl belə kulturmudur da, yəni səliqəli bir mangaldır, xoşuma gəldi. Və burada da ki, suyun olmağı həyətdə çox gözəl bir şeydir. Yəni suya baxın hələ. Suyun olmağı gözəl bir şeydir ki, niyə? Çünkü mangalın böyründə bax belə buradan da bir dənə asılıb bağlanan stollar olur ya Ayşın. Təbii ki, təbii ki. Buradan pişirib oradan yığmağa verən seni ətləri. Röşen Bey, hər bir şey səliqəli bir şəkildə dizayn olunub. Hətta hə. Evimizin bax burada su quyusunun yeri var değerli dostlarım. Ev olar bir 7-8 ilin evidir. Kamera sistemləri var. Bax yuxarıdan görsənib, bilmirəm görsənmir. Evin kamera sistemləri də var. Burada kombimiz var. İşlək vəziyyətlədir. Yer istiqol tüpliyonludur. Baxın, kombimizi görürsünüz. Lambert. Deməli, iki olsaydı da qabağında olacaqdı Lamborghini. Gəlin bura inşallah. Keçən evimizin içini sizlərə göstərən dəyərli dostlarım. Bax, evimiz belə bir koridor sistemlidir. Çox mükəmməldir. Uy, gözəllər. Baxın, belə bir koridorumuz var, dəyərli dostlarım. Qapılarımızı örtüb, otaqlara girməmişdən əvvəl evi tam belə koridorunu sizlərə təqdim edeyim. Bax, bura evimizin koridoru. Giriş isə koridordur. Qəşəng səliqəli bir evdir. Ayşun xanım, verin mənə zəhmət olmasa. Siz rahat ayaqqabınızı çıxardın. Koridorumuzun bax belə bir girişində pilləkənimiz var.
üst mərtəbəyə çıxmaq üçün. Burada belə bir əldamımız var. Əlavə, Orada yenidən kladovka kimi hətta kladovka. Bar, banka, balon, gündəlik istifadə olunan əşyaları yığmaq Bəli, üçün. bəli. Burada belə bir dəyərli dostlarım, gəlin bura. Sanitar qovşağımız var. Ev şəxsi tikili evdir. Makler evi deyil, dəyərli dostlarım, və mən özüm də makler evi çəksəm belə, həqiqətən deyirəm də Aysu xanımla gedirik, baxırıq. O insafla tikilibsə. Dostlarımızın, qardaşlarımızın bilirik ki, kimlərin evləridir. Onları gedib çəkirik. Sıfırından evə baxırıq, tikirik. Məsəl üçün, binədə ad çəkmirəm, bəzi maklerlərin evini çəkirəm. Hər maklerlərin evini mən çəkmirəm. Və bu da şəxsi tikilidir. Şəxsi tikili evlərdəki söz yoxdur. Birinci başlayaq evimizin mətbəxindən. Çünki xanımlara Gəl, mətbəx Aysun. çox önəmlidir. Dəyərli Keç. xanımlar, mənim canlarım, mənim güllərim. Gəlin baxın, bizə nə lazımdır? Bizə geniş mətbəx lazımdır. O da burada var təbii ki. Rahat bir şəkildə burada əyləşib, televizorunuzu izləyə bilərsiniz. Oturma odanız da çox təmiz qalacaqdır təbii ki. Və bunu deyim ki, mətbəx mebelidəki fərqlidir. Yəni biz gedirik standart bir dənə rəng olur, buradakı fərqlidir. Çox qəşəng Dəyərli mebeldir. izləyicilərimiz, dəyərli xanımlar, mənim canlarım, siz mənim üçün dəyərlisiniz. Mətbəxin genişliyi də bizim üçün dəyərlidir. Rövşən bəy, buyurun siz indi oturma odasını təqdim edin. Sən istəyirsən bir dəqiqə mətbəxdə qal, mən ev sahibindən soruşum. Buyurun, görüm, buyurun. Ona əgər qədər mən də işin xanımlara istəyirsən, göstərim bir dəqiqə buranı. Çox gözəl, dəyərli xanımlar. Görürsünüz, kombi sistemlərimizə qədər, pətəklərimizə qədər hamısı var burada. Hamısı var burada. Görürsünüz. Dostlar, bir dəqiqə o tərəfə baxın, inşallah ev sahibi qalxsın. Ona kimi biz buranı yüngül... Rövşən bəy hamısını açıq-açıq çəkir də, açıq-açıq çəkir. Məndə yox, məndə nə var elə, girmişəm bu evə, sizlə bir yerdən nəyi var, elə baxırıq, yəni sıfırdan. Hətta bəzi çəkilişdə söz zubanla kəsilib, səhvliklərimiz belə olur. Rövşən bəy deyir ki, dəymə, qod düşsün o da. Olsun, yox, səhvlik olanda da olar, nə olar? Məsələn, tutanın bəzən elə olur ki, bax Allah'ın olsun, bunu açırlar, bəzi maklerlərdən söhbət gedir. Bu qırılıb düşür yeri və təzədən çək, açmır. Amma məndə nə var, belə açıb qırılsa da, düşsə də yerə deyirəm, qardaş, bunun qırığı var idi, olsun da, yəni mebeldir, bu yaşayışlı evdir. Gəlin bura. Bu adi məsələn, burada, ruska qələm izləri var da. Mən bunları belə çəkirəm, müştəriyə göstərirəm ki, yəni görsün. Bu ev onsuz aboylanmalıdır. Tak, bax, mətbəxə Rövşən bəy, aboylanmalıdır. körpəli evdə hamımızın körpəsi var. 100%, əlbəttə ki, bunlar elə belə olmağı yaxşıdır. Aboy cırılmağından sil olmağı yaxşıdır. O bizim qardaşlarımız, Allah razı olsun, bizə süfrə atıblar, çay süfrəsi, baxlavamız belə var, bərəkətli evdir. Yeni yolkamız hətta beləsinə gördüyünüz kimi öz yerində. Kondisionerlər, dostlar, qalacaq. Bax, bu zalda gördüyünüz hər şey qalacaq, mətbəx qalacaq. Evdə yuxarıda yataq otağı ilə uşaq otağı götürüləcək bir dənə. Qalan hər şey qalır. Evimizin zalı çox geniş bir iri zaldır. Təxminən mən sizə ölçünü deyim. Ekran bəzən alala bilər, amma mən sizə doğrusunu deyəcəm. 1, 2, 3, 4, 5, 6, 7, 8 yarımı, 8 yarımı. Belə olar 4 yarımı var. 1, 2, 3, 4 yarım. 8 yarımı, 4 yarıma evin zalıdır. 4'ün 4'ə mətbəxidir. Dəyərli dostlarım, indi isə ev sahibini düşürdək aşağıya, biz özümüz qalxaq yuxarıya. Qardaş, gəlsiz? Hə, səbirli olaq bir saniyə, dəyərli dostlarım, Aysun xanımla Ona qədər də hal-hazırda. nə deyirik, dəyərli izləyicilərimiz, onu deyirik ki sizə, Sultan Ofis hər zaman bir nömrədir, bizə müraciət edin. Hər kəs, yəni evlə eşiyle olsun, kirada heç kəs qalmasın. Amin. Keçək Rövşən bəy. Keçək, Aysun, sən qalx birinci. Buyurun, yəni. Yeri mən də gəlim dalınca, dəsmal ilə apar məni yanınca. Rövşən bəy oxumasa, bizim işlərimiz olmur. Əsas işimiz budur da. Aysun xanım, istəyirəm elə bax, müştərilər hamısı soruşacaqlar ki. Yuxarını da sən təqdim Hə, ay sağ ol. Onu qoy bir dənə təqdim edeyim beləcə də. Dəyərli dostlarım, bax, buranın işığı hardaydı, hə? Rövşən bəy, Yanmadı axı. Hə, bura hazır deyil. Dəyərli dostlarım, bax beləcə mansardın sanitar qovşağı var. Bax belə. Amma hazır eləməyib da, bura hazır deyil. ayrılıqlar sadəcə. Ay, yeri çox gözəl bir şeydir ha, vallahi deyirəm. Aşağıda yuxarı sanitar qovşağının olması. Plus bax belə pəncərə, işıqlandırıcı,
hər bir şeyin olmağı çox əladır. Təbii ki. Yataq otağından başlayaq da. Buyurun Rövşən bəy. Sən başla, sən danış. Değerli hanımlar, değerli beyler, görmüş olduğunuz gibi mansar tipli olsa bile yine de geniş bir otak çıkıp buradan. Hatta padologuna kadar yani çok genişti, çok rahattı, çok ışıklıdır ve çok istidir. Tabii ki Rövşən Bey'in boyu uzun olduğu için, ben kısa olduğum için. Patologdayım. Rövşən Bey, Rövşən Bey, niye boyumuz kısalttı Allah vermiyor. Gerçekten odamız çok genişti, çok ışıklıdır, rahat bir şekilde yatağınız olsun, dolabınız olsun, makyaj aynanız olsun, her bir şeyinizi rahat bir şekilde yerleştirebileceğiniz büyük ve Ayşın geniş xanım, bir mən otaktır. bir dənə Buyurun. həqiqətən nəzərimi çəkən bir sizin oldu bu Nə? evdə. O bizim uşaqlıqdan Mən- qalan bir şeydir Rövşən Bey. Bak, Yox, bu bak bunu pəncərələri, diyecektim ben. bu heç bu gözəl bir şeydir. Amma mən bu pəncərələri sevdim. Bu pəncərələr çox qəşəngdir. Buna bax, yarpaq, həm çöl görsənməyəndə, həm də yarpaqdır. Hələ gəl buna bax. Ayşın, gəl bir dənə buna bax. Gör nə gözəldir. Bir dənə buna bax. Bəli. Qəşəng deyil. Və bir də bir sən nə bu nəzərimi çəkdi Ayşın xanım. Hı hı. Bax, bu var gəl bura sonsuzluq şeyi. Pəncərəsi. Hı hı. Görürsən bunu? Bəli, bəli. Adam buradan baxanda sonsuzluq pəncərəsi kimi görür. Bəli, bəli. Çox qəşəng evdir həqiqətən. Amma burada yataq mebelləri götürüləcək sözsüz ki, amma çox böyükdür. Ha sizə deyim ki, bura hardasa belə deyək də 8 metrənin olar 5 metrəyə olar. 8-in 5-ə eni uzunu olar. Aydınlık. Çox genişdir. Keçək Tetskiyə. Gəl. Buyurun Rövşən Bey. Oranı da siz təqdimatını yapın. Keçək. Bax, bura uşaq otağıdır. Dəyərli dostlarım, dəyərli izləyicilər, gördüyünüz kimi uşaq otağımız çox səliqəlidir, çox istidir. Həqiqətən də buradakı mebellər də götürüləcək. Uşaq mebellər də götürüləcək, yataq dəsti. Amma otaq olaraq deyim ki, çox səliqəli, çox gözəl. Yəni sırf qız uşağı üçün nəzərə alınmış bir yataq otağıdır. İllüstrlarımız da hamısı gördüyünüz kimi çox səliqəli və işıqlıdır. Pəncərələrimiz yenə də bax gördüyünüz kimi pəncərələr çox qəşəng. Bax beləsinə bir yaşıl güllü belə bir xüsusi şeylə yığılıbdır. Dəyərli dostlarım, bu evi 55 minə deyir. Real alıcı endirim də deyir. Təbii ki. Vallah bu evi əldən qaçırmaq nə olar Ayşın? Olmaz tabii. Günah olar, yəni günah olar. Vallahi bu Həqiqətən. qiymətə, bu genişlikdə, bu işıqlı ev. Keçək Ayşın, bir stəkan çay da içək. Daha çay süzüblər, əziyyətimizi çəkiblər. Dəyərli izləyicilərimiz, gəlin, and ol Allaha şirin çayınızı da siz də için. Allah alana da satana da xeyir versin. Qiymət 55 min. Ayşın xanımın əlaqə nömrəsi 055 570 96 40 mənim də nömrəm Ayşın desin. 051 558 08 28 değerli izleyicilerimiz sizi gözləyirik. Dəyərli dostlarım, hal-hazırda Allah razı olsun ev sahibindən. Teşekkür ederim. Həqiqətən var olsunlar. Prosta çəkilişə düşmək istəmədikləri üçün çəkmədik. İnşallah gəlin, siz də bu evin qonağı olun. İnşallah həqiqətən də çox saf, çox gözəl, çox dürüst, çox həqiqətən mən yəni sevdim bu ailəni. İnşallah Allah xeyrini versin hər bir kəsin, ruzlu bərəkətli olsun. Alana da satına da Bəli, təbii ki. siz satın, sizin də qapınızda bu cürünə oturacaq. Siz alın, sizin də qapınızda bu cürünə İnanırım oturacaq. Rövşən Bey çay içməmiş gedən deyil. Yox, mən bu çayı, yəni çay xoram, mən xoşlayıram. Bir kabab xoşlayıram, bir də çay xoşlayıram. Ev satanda, alanda kabab, beləsinə də oturduq çay. İnşallah xeyrisi ilə Allahdan. Dəyərli dostlarım, gəlin bu gözəl evi əldə edək. Bax, qiymət 55 minə həqiqətən çox gözəl bir qiymətdir. Yəni hal-hazırda qardaş buranı belə deyək, fikirləri var idi ki, 60 ilə çıxartsınlar. Amma biz Sultan ofis olduğumuz üçün dedi ki, sizə buranı endirim qiymətlə çıxardıram. Amma real müştəri olarsa, biz müştərinin xətrinə də dəymərik. Reallıq göstərərik, yenə də razılığa gələrik, yenə də bir cüzi qiymətdə endirim də olsa eləyərik. Biz də razılaşdıq, dedik Allah sizdən razı olsun, var olasınız ki, həqiqətən də bizim izləyicilərimizi düşünüb bu hərəkəti, bu belə deyək də, nə deyirlər onun adına? Jesti. Jesti, ay sağ bu jesti eləyirsiniz. Allah hamımızdan razı olsun inşallah. Dəyərli dostlarım, dəyərli izləyicilərim, əgər belə bir həyət evinə, mansar tipli, həmişə zəng edib deyirdiniz mansarlı ev, bax mansarlı ev. Gəlin inşallah bu ev elə sizin olsun.
Allah hər bir kəsin xeyrini versin. Çaya gözləyirik, buyurun. Gəlin inşallah.